Ramazan sadəcə fərdi ibadət deyil. O, ailənin birləşdiyi, bir-birinə yaxınlaşdığı, paylaşma və sevginin yaşandığı bir aydır. Süfrədə toplaşan hər üz, paylaşılan hər yemək, bir-birinə uzanan hər əl, uşaqlara həm sevgini, həm də dəyərləri öyrədən bir dərsdir. Bu ay ailəyə bir yerdə olmağın, qəlbləri birləşdirməyin, gündəlik həyatın kiçik, amma vacib anlarını qiymətləndirməyin fürsətini verir. Bugün Ramazan ayının uşaqlar və ailə üzərindəki təsirini, uşaqlara ötürülə biləcək dəyərləri və ailə bağlarını gücləndirən yolları danışacağıq. Studiyamızın çox dəyərli qonağı ilə mövzumuzu müzakirə etmədən öncə gözəl bir Qurani Kərim tilavəti dinləyək, ondan sonra davam edəcəyik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وسيق الذين اتقوا ربهم إلى الجنة زمرا حتى إذا جاءوها وفتحت أبوابها وقال لهم خزنتها سلام عليكم طبتم فادخلوها خالدين وقالوا الحمد لله الذي صدقنا وعده وأورثنا الأرض نتبوأ من الجنة حيث نشاء فنعم أجر العاملين وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم وقضي بينهم بالحق وقيل الحمد لله رب العالمين صدق الله العظيم. Bəli, əziz izləyicilərimiz, Ramazanla diriliş proqramımızın bugünkü mövzusu Ramazan ayı və ailədir.
ailənin içərisində uşaqlar və Ramazan ayının uşaqlara sevdirilmə metodları haqqında danışacağıq. Studiyamızın qonağı da çox dəyərli uşaq yazıcısı, Yaşlılar Birliyinin üzvü, çox dəyərli insan və uşaqların sevimlisi Əziz Sultandır. Əziz müəllim, xoş gördük. Xoş gördük, Elnar müəllim. Əziz müəllim, qeyd etdiyimiz kimi bugünkü mövzumuz çox aktual bir mövzudur. Sözün həqiqi mənasında Ramazan ayı həm fərdi olaraq bizi inkişaf etdirir, tərbiyələndirir, ruhani həyatımıza, fiziki həyatımıza və psixoloji həyatımıza müsbət təsir edir və bizə təsiri ilə bərabər eyni zamanda hər birimiz bir ailənin daxilində olduğumuz üçün bizə bir məsuliyyət də yüklüyür. Əlbəttə. Məsuliyyət o məsuliyyətdir ki, atanın, ananın üzərinə həmin o duyğuları, həmin o gözəlliyi uşaqlara ötürməsi lazımdır. Uşaqların üzərində məsuliyyət nədir? Atasından, anasından gördüklərini öz həyatlarına ən yaxşı bir şəkildə tətbiq edə bilmələrdir. Bu mənada psixologiyada da belə bir anlayış vardır ki, uşaqlar sizin də bütün ədəbiyyatınızda, bütün o yazı üslubunuzdan da görürük ki, uşaqlar hər zaman siz deyirsiniz ki, uşaqlar valideynlərin dediklərindən çox etdiklərinə baxırlar. Yəni valideyn əgər nə edirsə, uşaq daha çox onun etdiklərinə fokuslanır və öz həyatını onu tətbiq edir. Uşaqlar əgər biz deyiriksə ki, valideynlərin etdiklərinə baxırlar, bu zaman Ramazan uşaqlara sadəcə oruç tutmağı öyrətmək valideynin üzərinə borc olaraq düşmür. Eyni zamanda ailə dəyərlərini, yəni bir Ramazan ayı içərisində ailənin dəyərlərini uşaqlara necə bir şəkildə aşılamalıyıq və bunu fürsət olaraq görməliyik. Çox təşəkkür edirəm Elnar müəllim. Vurğuladığınız bütün bu kəlmələrdə dərin bir həqiqət var. Mən əvvəla fürsətdən istifadə edib bütün izləyicilərinizi Ramazan münasibəti ilə təbrik edirəm. Hər birinə xoş ovqat arzuluyuram. Ramazan evlərinə, süfrələrinə, könüllərinə bərəkət gətirsin deyirəm. Ramazan elə bir mövzudur ki, bu artıq bizim üçün təkcə dini bir mövzu olmaqdan hardasa kənarlaşıb. Çünki 1000 ildən artıq olan İslam tariximizlə birlikdə Ramazan bizim ruhumuza, adət-ənənəmizə, ədəbiyyatımıza, tariximizə, folklorumuza elə möhkəm bir şəkildə, elə dərin bir şəkildə nüfuz edib ki, artıq bu bizim milli mənəvi dəyərlərimizin ayrılmaz bir parçasıdır. Yəni biz gələcək nəsillərimizə milli mənəvi dəyərlərimizi, tarix şüurumuzu, adət-ənənələrimizi ötürməyi qarşımızda məqsəd kimi görürüksə, onun içərisində mütləq və mütləq Ramazanda yer alır və almalıdır. Buna görə də biz nəyin üstündə daha çox fikirləşməliyik ki, Ramazanı düzgün bir şəkildə anlatmaq, gələcək nəsillərə düzgün bir şəkildə əslinə yadlaşdırmayaraq, ora yad notları, yad ünsürləri qarışdırmadan saf bir Ramazan olaraq onlara başa salmaq, anlatmaq və ötürmək biz böyüklərin, xüsusilə də valideynlərin ən əsas borcudur, vəzifəsidir. Odur ki, Ramazan boyunca valideynlər həm öz belə deyək, Allah qatında məsuliyyətlərini yerinə yetirmək üçün, dini məsuliyyətlərini yerinə yetirmək üçün səy göstərirlər, həm də bunu öz övladlarına aşılamağın məsuliyyətini daşıyırlar. Burada aşılamaq deyəndə bunu hansısa bir tapşırıq kimi, dini bir vəzifə kimi görmək bir yana, biraz əvvəl vurğuladığınız kimi uşaqlar istər-istəməz bunu valideyndən götürürlər. Odur ki, valideyn elə bir nümunə təşkil etməlidir ki, övlad ondan doğru olanı götürə bilsin. Bu məqamda çox mühüm bir məsuliyyəti var valideynlərin. Əzməlim, burada qeyd edirsiniz, bəli, valideynin üzərinə düşən məsuliyyətlər çoxdur. Çünki o hər bir davranışına diqqət etməlidir ki, onun tərbiyə etdiyi uşaq həmin o davranışdan özünə bir nümunə götürür. Burada biz bilirik ki, Ramazan ayı bizə ailə dəyərlərini də aşılayır. Ailə dəyərlərinin içərisində nə var? Böyüyə hörmət var, kiçiyə mərhəmət var,
ailə dəyərlərinin içərisində bir olmaq var, birlikdə olmaq var, bir-birinə dəstək olmaq var. Bir süfrə ətrafında toplaşıb, bir süfrə ətrafında birlikdə yemək var, bir-birinin dərdinə şərik olmaq var. Biz Ramazan ayının ailə dəyərlərinin təbliği üçün, uşaqlara xüsusilə də aşılanması üçün bir fürsət ayı olaraq görə bilərikmi? Əlbəttə, Ramazan təkcə orucdan ibarət deyil. Yəni oruca baxdığımız zaman orucun içində nələr var? Bunları sayıb çoxaltmaq da olar maddələr şəklində. Orucun içində nəfs tərbiyəsi var. Orucun içində səbir var. Erkən oyanaraq gündəlik həyat nizamını qaydaya salmaq var. Yeməyə, içməyə diqqət eləmək var. Qohum-əqraba münasibətləri, qonşu münasibətləri, ikramlar, qonaqlıqlar, yəni əldə olan maddi imkanları bölüşmək var. İmkansız ailələrə yardım etmək var. Yəni bir köməkləşmə səfərbərliyi var. Yəni orucun içində insanın həyat nizamına təsir edəcək çox ünsürlər var ki, onu daha yaxşıya doğru aparsın. Yəni bir susuz insan olsun, heyvan olsun, bir suya ehtiyacı olan bir canlının halından hali olmaq, anlamaq, başa düşmək, acların halını başa düşmək, möhtacları anlamaq, bunlar əlbəttə ən böyük təsir dairəsidir. Bunun xaricində nəfs üzərində ki, insan öz nəfsinə nəzarət etməyi öyrənmə baxımından da orucun çox böyük təsirləri var. Odur ki, orucu yalnız səhərdən axşama kimi ac qalmaqdan, hansısa imkanlardan özünü məhrum etməkdən ibarət saymamaq lazımdır. Oruc eyni zamanda bizə bir çox dəyərlərin qazanılması üçün bir fürsət mövsümüdür. Yəni oruca bu şəkildə baxmaq məncə daha doğru bir baxış bucağı olar. Əziz müəllim, siz də bilirsiniz ki, uşaqlara bir şeyi öyrətmək, uşaqlara bir şeyi razı salmaq yaş qruplarına görə çox çətindir. Yəni hər yaş qrupun öz çətinliyi var ki, uşağa onun dilində bir şeyi izah edəsən. Bu Ramazan ayında da valideynin, xüsusilə də məsələn deyək siz 3-10 yaş arasındakı uşaqlar, 3 deməyək, bəlkə də 5-10 yaş və yaxud da 15 yaş arası uşaqlar üçün siz ədəbiyyatlar yazırsınız və onların dilindən anlayan bir insan olaraq onlara bu mesajları, Ramazan mesajlarını verməyə çalışan insan olaraq, bir ədəbiyyatçı olaraq, bir ata olaraq uşaqlara Ramazan ayındakı o dəyərləri dediyimiz, o gözəl, xoş, belə deyək, bizim milli, mənəvi, bayaq da çox gözəl qeyd elədiniz ki, Ramazan ayı artıq dini dəyərdən çox bizim artıq milli dəyərimizə də çevrilib. Yəni artıq tarixin içərisində bir Ramazanı da işləmək mütləq şəkildə tarixi miras olaraq biz onu bir vəzifə olaraq qoyursunuz qarşımıza. Maraqlı fikirdir, çox unikal bir fikirdir. Burada hansı metodlardan istifadə etmək lazımdır ki, uşaqlar Ramazan ayını daha səmərəli keçirsinlər və oradan hiss etdikləri o həzzi unuda bilməsinlər və bir ilin içərisində növbəti Ramazanı gözləsinlər ki, mən atamla bu əməli görəcəm, mən anamla bu fəaliyyəti görəcəm və Ramazan ayında bu işləri görəcəm və uşaqlar o həsrətlə yaşasın. Bu metodlardan hansılarını bizim üçün tövsiyə edə bilərsiniz? Bu metodların başında mənə elə gəlir ki, bəlkə də elə bütün metodların xülasəsi bu olar ki, əvvəla uşağı uşaq kimi saxlamaq lazımdır. Yəni ona öz yaşından artıq məsuliyyət yükləmək, bəzən bugünkü valideynlərin təkcə mənəvi dəyərlər məsələsində yox, ümumiyyətlə öz yaşından artıq dəyər yükləməsi, məsuliyyət yükləməsi uşaqda bir çaşqınlığa, bir yorğunluğa səbəb olur. Bu baxımdan birinci növbədə uşağı uşaq kimi buraxmaq lazımdır ki, öz uşaqlığını öz bildiyi şəkildə yaşasın. Çünki uşağa hər hansı bir dəyəri, xüsusilə dini dəyərləri, həmçinin milli, mənəvi dəyərləri zorla qəbul etdirməyə çalışmaq, uşağı nəyəsə məcbur etmək heç bir şəkildə
həm düzgün deyil, həm də istənilən nəticəni verməz. Hətta bu təkcə uşaqlar üçün belə deyil Eldar müəllim. Bilirsiniz ki, böyüklər üçün də Qurani-Kərimdə buyurulur ki, la ikrahe fid-din. Dinə məcburiyyət yoxdur. Yəni böyüklər üçün belə dinə məcburiyyət yoxdursa, uşaqlar üçün də biz bunu məcbur edə bilmərik. Ancaq onu biz olduğu şəkli ilə buraxdığımız zaman içindəki insani duyğular istər-istəməz onu sövq edəcəkdir ki, evdəki o müsbət ab-havanı mənimsəsin və o da onun bir parçasına çevrilsin. Baxın, Peyğəmbərimiz əleyhissalamın çox gözəl bir nümunəsi var. Bir səfərdə əshabələrindən biri bir heyvan kəsir, yemək üçün hazırlıq edir. Başqa biri qalxır, deyir ki, mən doğrayaram, o birisi deyir, mən bişirərəm. Peyğəmbərimiz də qalxır, deyir ki, elə isə mən də gedim, odun yığım. Yəni, burada bir toplu fəaliyyət varsa, mən də ondan kənarda qala bilmərəm. Mən də onun bir tərkib hissəsi olmalıyam və müəyyən vəzifələr kimlərsə tərəfindən götürülübsə, mən də özümün edə biləcəyim bir işlə buna qatqı verərəm, ortaq olaram. Odur ki, uşaqların da daxilində təbii bir instinkt olaraq bu duyğu var ki, evdə bir fəaliyyət varsa, mən də onun bir parçasına çevrilim. Və bu ona zövq verir, insan olaraq, həyatının bir parçası olaraq, müştərək bir üzvü olaraq ailənin, onun fəaliyyətində iştirak eləmək ona həm uşaqlıq həyəcanını yaşadır, həm həyat zövqü verir. Bu baxımdan əgər evdə Ramazanla bağlı hansısa bir hazırlıq varsa, məsələn süfrə hazırlanırsa, uşaqların orada bir iştirak etmək təklifləri varsa, onları bundan qadağan eləmək, sən balacasan, sən əlini vurma deyərək kənarlaşdırmaq və yaxud onları məcbur edərək, get süfrəni sən qur, get filan şey sənin məsuliyyətindədir deyərək onları nəyəsə məcbur eləməkdə, qadağan eləməkdə mənfi nəticələr yaradar. Odur ki, bunun müsbət bir şəkildə onun əhval-ruhiyyəsinə təsir eləməsi üçün öz ixtiyarına buraxmaq lazımdır ki, gördüyünü götürərək o da bu işin bir tərkib hissəsinə çevrilməyə çalışsın. Bu onun gələcəyi üçün həm xoş xatirələr olaraq onun yadında qalacaq, həm də ailənin bir üzvü olaraq özünü ailəyə daha yaxın hiss eləyəcək. Bu baxımdan uşaqları biraz bu mövzuda sərbəst buraxmaq lazımdır. Onlar üçün hansısa qadağalar və yaxud əmrlər fonunda insan, bilirsiniz, böyüklər də belədir. Nəyisə əmr etdiyin zaman, xüsusilə uşaqlarda bu, siz də valideynsiniz, yaşayırsınız, görürsünüz. Elə dediyini etməmək, etmə dediyini etmək, yəni bir sobaya əlini vurmasını qadağan eləyirsinizsə, o əvvəl-axır bir fürsətini tapıb əlini vurur ki, görəsən bu yandırma hissi nə olan şeydir. Və odur ki, uşaqları biraz daha sərbəst buraxmaq, gördüklərini götürmələri üçün onlara şərait yaratmaq məncə daha doğru bir seçim olar. Çox gözəl bir nüansa toxundunuz əziz müəllim. Sözün həqiqi mənasında araşdırmalar da göstərir ki, ümumiyyətlə yeni yetişən gənclərdə avtoritar bir üslubla ona edilən hər hansısa bir belə deyək, deyilən söz onlar tərəfindən qəbul edilmir. Onun mütləq şəkildə hər hansısa bir ifadəni dediyimiz zaman onu arxa fonunda izah etmək, onu əsaslandırmaq lazımdır ki, həmin gənclər onu qəbul etsinlər. Yoxsa avtoritar şəkildə onun üstünə bunu etməlisən və ya bunu etməməlisən dediyimizdə həmin insanları həmin davranışdan uzaqlaşdırmış oluruq. Əziz müəllim, Ramazan ayı bir fürsət mövsümüdür dedik, həm əxlaqi dəyərlərin formalaşmasında, həm uşaqlara gözəl davranışların öyrədilməsi fonunda. Bu mövsümdə bir ədəbiyyat olaraq, bir uşaqlara gözəl bir davranışın, gözəl bir adətin uşaqlar üçün formalaşdırılmasını necə bir valideyn bu Ramazan ayını fürsət bilib, hansı ədəbiyyatları uşaqlarla birlikdə oxusalar, uşaqlar üçün daha belə deyək, verimli olar, səmərəli olar, uşaqlar üçün daha maraqlı olar. Yəni bir ədəbiyyatçı olaraq, bir uşaq ədəbiyyatı yazısı olaraq nə tövsiyələr verərdiniz? Ramazan ayı orucla keçdiyinə görə daha çox
valideynlərdə bu biraz yorğunluq kimi özünü büruzə verir, istər istəməz. Odur ki, valideynlərə çox şey yükləmək də doğru deyil. Amma ümumi olaraq bunu mən hər zaman valideynlərə təklif edirəm, təbliğ edirəm ki, kitab oxumaları evdə davam etməlidir. Bu hər hansı bir kitab ola bilər. Ramazan ayında da Ramazan ayı ilə əlaqəli qələmə alınmış kitablar ola bilər və yaxud daha çox mənəvi ab-havanı əks etdirən kitablar ola bilər. Peyğəmbərimizdən nümunələr, hekayətlər ola bilər. Quran hekayətləri ola bilər. Bununla bağlı əsərlərdən əldə etməyə çalışaraq, amma bunu çox yorucu bir adət halına gətirmədən gündəlik bir səhifə, 2 səhifə, yəni səhifə ilə məhdudlaşdırmayım, amma çox vaxt aparmayacaq bir şəkildə ailə bir yerə yığışaraq əyləncəli bir adət halına gətirə bilərlər. Amma hansısa xüsusi bir ədəbiyyat düşünmürəm ki, mütləq bu ədəbiyyat oxunsun, o ədəbiyyat oxunsun. Bu biraz daha valideynin, şəxsinin ailədəki ehtiyacı nəzərə alaraq verəcəyi qərar kimi görünür. Ümumi olaraq deyə bilərik ki, daha çox məsələn yardımlaşmağı, fədakarlığı, insan haqlarını, heyvan haqlarını, qonşuluq haqlarını, bu kimi mövzuları əhatə edən bu səpkidə hekayələr ola bilər, ibrətli yazılar ola bilər. Bunlardan istifadə edilərsə yəqin ki, Ramazanın mənəvi ab-havasına daha böyük, müsbət bir töhfə verər. Biz uşaq olarkən nənələrimiz, babalarımız oruç tutarkən, əziz müəllim, onlar həmişə uşaqların bəzən günün sonuna qədər deyil, amma həvəsli olan uşaqlar üçün quş orucu deyirdilər, gün ortaya qədər tutulan oruclar. Yəni bir uşağın həm oruca alışması və ac insanların o empatiya duyğusunun onlarda formalaşması üçün bu quş orucu ilə bağlı fikriniz nədir? Yəni gün ortaya qədər uşağın bir təşviq olunmasında nə qədər doğru olar, nə qədər doğru olmaz? Ümumiyyətlə dini müstəvidən baxanda Allah Teala heç bir bəndəsinə gücünün çatmayacağı yükü yükləmir. Əvvəla bunu bilmək lazımdır. Və dini məsuliyyətində müəyyən yaş həddindən sonra bizdən gözləndiyini, bunu da bilmək lazımdır. Amma bir çox xüsuslar var ki, onlar daha kiçik yaşlardan düzgün qavranarsa, gələcəkdə daha düzgün tətbiq olunması mümkün olur. Odur ki, uşaqlarda əgər daxildən gələn bir həvəs varsa, o zaman dediyiniz kimi yarım gün və ya onların öz aclıqlarını hiss edib dilə gətirəcəkləri vaxta qədər oruç tutmaları onlar üçün yadda qalıcı, maraqlı bir təcrübə olar. Əzmən, biz Ramazan və ailə dedik. Ailə də dediyimizdə ailənin də ətrafında biraz da böyütdüyümüz zaman indi bilirsiniz son dövrlər artıq o çəkirdək ailə deyirlər. Daha sayı azdır, məhduddur və özünə qapalı ailə modelləri formalaşmağa doğru gedir. Bir də klassik ailə modelləri var. Daha həm sayı çoxdur, həm də qohum, əqraba ilə münasibətləri daha sıxdır, daha isti münasibətləri var. Ramazan ayında bu xırda, özünə qapanmış ailə modelindən daha geniş qohumla, qardaşla, əqraba ilə münasibətləri sıxlaşdıran bir ailə modelinə keçiş üçün də Ramazan ayını bir fürsət olaraq görsək və tövsiyələriniz nədir? Məsələn, uşaqların başqa qohumların uşaqları ilə, məsələn, olur ki, əm uşaqları çox mehribandılar, amma əm uşaqlarının uşaqları, övladları bir-birini tanımır. Niyə tanımır? Çünki bunlar hardasa toyda, məclisdə münasibətləri var, amma bir ailə münasibətləri olmadığına görə, bu sıla-i rahim dediyimiz o münasibətlər olmadığına görə uşaqlar bir-birini tanımırlar. Uşaqların da bir-birini tanımaması, yəni qohumluq əlaqələrinin artıq bir müddətdən sonra məhv olmasına gətirib çıxarır, uzaqlaşmalarına, soyuqlaşmalarına gətirib çıxarır. Ramazan ayında bu ailə münasibətlərinin sıx olması üçün bu sıla-i rahimlərin artırılmasını necə dəyərləndirirsiniz?
Dediğiniz gibi müasir, yani günümüzün aile modeli biraz daha nüve, biraz daha küçük bir modeldir. Daha çok ata, ana ve iki övladdan ve hatta birçok hallarda tek övladdan, bəzən hətta övladsız sadece ata, ana deməyək buna, yoldaş münasibətləri şəklində. Çünki günümüzün şərtlərində bəzən insanlar maddi çətinlikləri və işlə bağlı bir çox çətinlikləri nəzərə alaraq ailəni böyütməkdən çəkinirlər və bu belə görünür ki, bu şəkildə də hətta biraz daha ailə cılızlaşaraq çox təəssüf ki, davam edəcək. Yəni buradan keçmişin böyük ailələrinə qaydışımız hardasa imkansız kimi görünür. Amma çox doğru buyurdunuz ki, Ramazan bunun üçün bir fürsətdir ki, gediş-gəlişləri artıra bilək, bir süfrə ətrafında yığışa bilək. Yəni adətən 3 nəfərlə, 4 nəfərlə yediyimiz şam yeməyini Ramazanda bir iftar dəvətini fürsət bilərək 10 nəfərlə, 15 nəfərlə birlikdə etmək imkanımız var. Bu imkanları əldən gəldiyi qədər əlbəttə ki, dəyərləndirmək lazımdır, istifadə etmək lazımdır və həqiqətən də bugün qohumluq əlaqələri o qədər zəifləyib ki, yəni çox yaxın qohumlar belə bir-birini çox az tanıyırlar. Bəzən bu tanışlıq addan uzağa getmir. Yəni bu mənada Ramazan bir fürsətdir. Həm uşaqlar üçün yadda qalıcı bir fəaliyyət olması baxımından da bu cür iftarlar, yemək süfrələri çox mühümdür. Yəni Ramazan onların xatirəsində bir xoş təəssürat kimi qalsın, bir əyləncə ünsürü kimi qalsın, bir sevincin paylaşıldığı süfrə kimi qalsın. Ramazan dediyi zaman yadına çoxdan görmədiyi qohumları, uşaqlıqda bir yerdə oynadığı əmsi oğlu, dayısı oğlu, yəni onlar üçün yadda qalıcı xatirələrin formalaşmasında Ramazan çox mühüm bir fürsətdir. Bu fürsəti gözəl bir şəkildə dəyərləndirmək lazımdır. Böyüklər daha çox sosial problemlər zəminində müəyyən qədər əvvəllər bəlkə də bir yerə qonaq gedildiyi zaman çox bahalı şeylər alınmazdı ələ və qonaq gedilən yerə də çox xəbər də edilməzdi. Xəbərsiz olan ev sahibi də həmin günə, həmin öynə nə bişiribsə onu qoyardı qonağın qabağına. Bir-birinin qarşısında o qədər də əzilməzdilər, amma indi bəzən çox şeyləri ağırlaşdırdıq. Gedərkən bugün sizə müsafirliyə gələcəyik. Gedərkən bəlkə də həm qonaq getdiyimiz mənzilə aparacağımız hədiyyələrin miqdarı daha çoxaldı və həmin qonaq qəbul edən ailələrdə onlar özləri də çeşidləri artırdılar, yemək çeşidlərini. Bu ağırlıqlar biraz da bizi uzaqlaşdırdı bir-birimizdən. Yəni bir-birimizin qarşısında utanılacaq vəziyyətə düşməmək üçün. Amma uşaqlar üçün belə bir anlayış yoxdur. Uşaqlar üçün mənim atam nə düşünür, anam nə düşünür, hədiyyənin dəyəri nədir və yaxud da qonağın qarşısına qoyulacaq yeməklər hansı keyfiyyətə sahib olmalıdır. Uşaq sadəcə xoş münasibət istəyir. Uşaq sadəcə uşaqlarla oynamaq istəyir, xoş anlar keçirmək istəyir. Yəni mən də hesab edirəm ki, fürsətdən istifadə edib böyüklərə, valideynlərə, yəni çox da hədiyyələrimizin böyüklüyünə baxmadan, süfrələrimizin çox da genişliyinə baxmadan uşaqların o dəyər verdikləri şeylərə dəyər verək ki, onların münasibəti genişlənsin, onların uşaqlarla o xoş anları çox olsun, xüsusilə də bu Ramazan ayında. Bu bir fürsətdir, buna nəzər yetirək. Əziz mənim, son olaraq bu Ramazan ayında ailələrimizə tövsiyələriniz nə olardı və son olaraq uşaqlara tövsiyələriniz nə olardı bizi izləyən? Ramazanı biz uşaqlarımızın xatirələrinə ötürməkdən danışırıq. Odur ki, xüsusilə Ramazanı onlar üçün xoş bir xatirəyə çevirmək üçün əvvəla valideyn olaraq özümüzü dəyişməyə ehtiyacımız var. Yəni Ramazanda elə bir ab-hava yaratmalıyıq ki, Ramazan xaricindəki aylardan bizi uşaqların gözü tərəzidir. Çox rahatlıqla ayıra bilsinlər. Doğru. Məsələn,
Peyğəmbərimiz əleyhissalam haqqında belə bir hədis buyurulur ki, o Ramazan ayında əsən küləkdən daha cömert, daha səxavətli olurdu, daha əli açıq olurdu. Yəni başqa aylara nisbətən Ramazanda onun əli açıqlığı elə yüksək həddə qalxırdı ki, bunu kənardakı insanlar hiss eləyirlər, fərq eləyirlər və bu Ramazanla yadda qalır. Elə isə bizim də valideyn olaraq bəzi davranışlarımız yaxşı mənada elə bir fərqlilik göstərməlidir ki, o uşaqların yaddaşında Ramazanla bağlı bir xoş xatirə canlandırsın. Bu mənada valideynlər özlərini dəyişməyə, biraz daha bəzi mövzularda cömert davranmağa, biraz daha xoş rəftar olmağa özlərini məcbur etməlidirlər ki, Ramazan ab-havası evdə hiss edilsin. Bundan başqa Ramazanda bəzi fəaliyyətlər, fərqli fəaliyyətlər ola bilər ki, yenə Ramazanı onun şuur altında, xatirələrində onun yadına salsın. Yəni Ramazanda gedilən bir qohum-əqraba ziyarətində çəkilən foto ola bilər və ya Ramazanda ona alınan bir hədiyyə ola bilər ki, bu hədiyyəni Ramazanda almışdılar. Gələn qonaqlar ola bilər ki, məsələn Ramazanda bizə filan kəs qonaq gəlmişdi, filan uşaqla oynamışdım, tanış olmuşdum. Bu baxımdan onlarda Ramazanla bağlı xoş xatirələri çoxaltmağa, formalaşdırmağa çalışmalıyıq ki, Ramazan onlar üçün xoş bir xatirə olsun. Ramazanda qohum-əqraba ziyarətləri, edilən yardımlar, bunlar hamısı çox böyük əhəmiyyət daşıyır. Milli mənəvi dəyərlərin formalaşmasında, uşağın düşüncələrində, onun gələcək hərəkətlərinin sahmana salınmasında çox böyük təsiri var. Odur ki, bunlar biraz daha Ramazanda açıqdan edilməlidir. Məsələn, bir gizli sədəqələrimiz var, heç kəs bilmir. Bir də açıqdan verilən sədəqələr var. Ramazanda bunlar daha çox ailə içində biraz daha açıqdan gerçəkləşdirilərsə, bu həm ailə daxilində, həm də mənəvi dünyalarında çox böyük təsirlər oyadar. Bir də son olaraq bir şeyi istəyirəm dilə gətirim. Bəzən valideynlər övladlarından narazı olur ki, biz bu qədər əmək sərf etdiyimiz halda əməklərimiz boşa çıxır və s. Unutmayaq ki, Peyğəmbərlər belə öz övladları üçün dua ediblər. Quran-ı Kərimdə İbrahim Peyğəmbərin duası var və bir çox Peyğəmbərlərin, başqa Peyğəmbərlərin də duaları var ki, bizə xeyirli davamçı ver, xeyirli nəsil ver, onları əməli salihlərdən et. Yəni, bir valideynin övladını etdiyi dua hər hansı bir şəxsin başqasına və ya özünə etdiyi duadan çox fərqlidir. Odur ki, valideynlər həm bu mənəviyyat mövsümünü də fürsət bilərək övladları üçün xeyir dualarını əsirgəməməlidirlər. Onlar haqqında mənfi düşüncələri, mənfi sözləri, yəni bəddua yerinə keçə biləcək hansısa bir sözləri də dilə gətirməkdən çəkinməlidirlər. Çünki hansı duanın nə vaxt qəbula keçəcəyini biz bilə bilmərik. Hər zaman dilimizdə arzu edirəm ki, xoş dualar olsun, xeyir dualar olsun. Təkrar bu Ramazanın bütün xalqımız üçün, bütün müsəlmanlar üçün, bütün insanlıq üçün xeyirlərə vəsilə olmasını diləyirəm. Çox təşəkkür edirik, əziz müəllim. Var olun, çox dəyərli fikirlərinizi, çox dəyərli vaxtınızı bizə ayırdınız. İzləyicilərimizə çox dəyərli fikirləri çatdırdınız. Ramazan ayınız bir daha mübarək olsun. Allah tutduğunuz orucları, etdiyiniz bütün ibadətləri öz-özə dərgahında qəbul eləsin inşallah. Allah razı olsun. Bəli, əziz izləyicilərimiz, növbəti bir Ramazanla diriliş proqramının sonuna gəldik. Ramazan bitə bilər, amma onun ailəyə verdiyi dərslər qalır. Bu ay uşaqlara sadəcə orucu öyrətmir. Onları paylaşmağa, mərhəmət göstərməyə, bir-birinə diqqət etməyə çağırır. Süfrədə birgə oturmaq, iftar zamanı söhbət etmək, kiçik işləri paylaşmaq, bütün bunlar uşaqlara sadəcə dəyərləri öyrətmir,
həm də ailə bağlarını möhkəmləndirir. Ramazan bizə xatırladır ki, uşaqlara öyrədilən hər bir dəyər, hər bir mərhəmət toxumu gələcəkdə böyük bir insana çevrilir. Əsl Ramazan ailənin bir yerdə yaşadığı, öyrəndiyi və böyüdüyü aydır. Sağ olun, sağlıqla qalın.